Media Doktor, sağlığın varlığında. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktor başladı. Yaxın bir saat ərzində sizinlə mən bir yerdə olacağım. Sonra boynuna təbii ki, həm söhbətimlə birlikdə. Yeni iş həftəsində hər birinizə uğurlar arzulayıram. Bilirsiniz ki, Media Doktor həftə içi 5 gün yayımlanır. Saat 4-dən 5-ə qədər və 105.5 dalğasında bizi dinləyirsiniz. Təbii ki, biz sizə səhhətinizlə bağlı, sağlamlığınızla bağlı məlumatları çatdırırıq. Odur ki, yeni iş həftəsində də hər birinizə uğurlar diləyirəm. Canınız sağ olsun. Sükan arxasındasınızsa sağ-salamat mənzilinizə çatasınız və diqqətli olun deyirəm. Təbii ki, bu aralar səhhətinizə də diqqət eləyin. Çünki həm havalar soyuyub, həm də ki, virusların yayılması ilə bağlı insanlar səhhətində ciddi məsələlər yaşayır. Bax, belə arzu olunmaz hadisələrdən uzaq olmaq üçün səhhətinizə də diqqət edin. Bugün nədən danışırıq? Bugün mənim həmsöhbətimlə birlikdə biz aknedən danışacağıq. Yəni dəri məsələlərini, dəri sağlamlığını müzakirə eləyəcəyik. Sizin də suallarınız olarsa bizə qoşula bilərsiniz. Bugün mənim həmsöhbətim Daxili İşlər Nazirliyi Hospitalının mütəxəssisi həkim-dermatoveneroloq Mehriban Almazovadır. Mehriban xanım, xoş gəldiniz. Salam, xoş gördük. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Sizə də uğurlar arzulayıram. Yeni iş həftəsidir. Doktorlar adətən çox böyük səbir sahibləridir. Pasientləri qəbul etdiyi üçün, onların hər birini detallı dinlədiyi üçün və bu onların peşəsinin necə deyək, səbir tələb edən tərəflərindəndir. Doktor, aknedən danışacağıq. Akne son dövrlər dermatoloqlarımız tərəfindən, kosmetoloq həkimlərimiz tərəfindən çox tez-tez danışılır. Niyə bu qədər önəmlidir bu məsələ? Akne nədir axı? Bir daha salamlayıram sizləri də, izləyicilərimizi də. Mən Xoş də hər kəsə gəldiniz. xoş həftə diləyirəm. Ümumiyyətlə dəridə, dermatologiyada 3000-ə yaxın nozologiya var. Yəni mənə görə ən çox xəstəlik sayı nozologiyası olan sahə dermatologiyadır. Lakin bütün bu 3000-ə yaxın xəstəliklərin içərisində ən geniş yayılmış, tək Azərbaycanda deyil, dünyada ən geniş yayılmış dermatoz akne xəstəliyidir. Akne ümumiyyətlə bilirik ki, bütün dərimizdə yağ vəzləri, piy vəzləri var və akne həmin dəridəki olan piy vəzlərinin hipersekresiyası nəticəsində, yəni aşırı yağ ifrazı nəticəsində ortaya çıxan bir dermatozdur. İltihablı, xroniki bir dermatozdur. Və akneni bu qədər yaygın edən ünsürlərdən biri də aknenin genetik irsi ötürülməsidir. Üzr hesab edin. İrsi yolla genetik ötürülməsidir. Əvvəllər biz rast gəlirdik akne xəstəliyinə daha çox gənclərdə, daha çox yeniyetmələrdə, amma mənim hal-hazırda apardığım 35-lərdə, 40-larda olan akne pasientlərim var. Bunun da təbii ki, bir çox səbəbləri var. Bu səbəblərdən istəyirsiniz danışaq. Danışaq, bəli. Doktor, əslində genetik olduğunu bilmirdim aknenin. Mənə görə niyəsə mən bunu belə fikirləşirəm ki, bu orqanizmdə maddələr mübadiləsinin pozulmasına bağlı bir məsələdir. Niyəsə belə düşünürdüm. O sekresiyanın çoxalması ilə bağlı ki, yəqin bir şeylər düz getmədiyi üçün orada piy daha çox ifraz olunur və dəri altında o məsamələrə yığılması və s. belə bir təsəvvürüm vardı. Səbəblərindən danışaq o zaman. Biri genetikadır. 35-lərdə, 40-larda bir pasientdə biz oradakı maddələr mübadiləsinin pozulmasına danışa bilərik. Təbii ki, artıq hormonal disbalans var. Xanımdırsa özünə uyğun, artıq ana olubsa, hamiləliklər və s. keçirdibsə buna uyğun, bəydirsə o da özünə uyğun, insülin dirəncinə bağlı ola bilər, testosteron ifrazına bağlı ola bilər, hansısa hormonal disbalans fonunda ola bilər ki, bəli, maddələr mübadiləsi pozuldu və bu özünü dəridə biruzə verdi. Amma yeniyetmə dövrdə 14, 15, 16 yaşlarda adətən sağlam olur gənclər və onlarda hansısa bir mübadilə pozğunluğuna söhbət gedə bilməz. Bu genetik irsi yolla ötürülən hormonal disbalansa bağlı olur. Yəni artıq o yaşda hormonların fonunda, yəni hormonal disbalansın fonunda yağlanma artır. Sizin də dediyiniz kimi məsamələr genişlənir və həmin məsamələrdə hər hansı bir bakteriyanın və yaxud da hər hansı bir gənənin inkişafı üçün açıq şərait yaranır. Təbii ki, biz
pasiyentimiz gəlirsə yaşından asılı olmayaraq, yəni bu gəncdir, ola bilər orta yaşlıdır, biz mütləq bəzi qan dəyərlərinə baxırıq o pasiyentdə. Çünki bizim bilmədiyimiz altda yatan bir səbəblər ola bilər. Əgər artıq yetkinlik yaş dövrünü keçmiş bir pasiyentdirsə, orada hər hansı bir endokrinoloji problem aşkarlanırsa, xüsusilə insulin dirənci, xüsusilə xanımlarda testosterona bağlı, testosteron yüksəlişinə bağlı və qalxına bənzər vəzin fəaliyyətinin normal olmamasına bağlı. Ortaya çıxırsa biz o zaman pasiyentimizi endokrinoloqla paralel aparırıq. Digər Deməli yetərli qədər əslində fizioloji səbəbləri var. Bəli, bəli. Amma gənclərdə, yetkinlik dövründə olan pasiyentlərimizdə əsasən akne artışına səbəb olan və akne müalicəmizin biz pasiyentə müalicə təyin edirik və müalicəmizin gedişatına əks təsir edən, neqativ təsir edən əsas faktor, yəni mən bir praktik həkim kimi deyirəm, pasiyentlərin qidalanmasıdır. Hal-hazırda yeniyetmələrin qidalanmasına mən özüm şəxsən mübarizə aparıram. Mən artıq Eynən. Mən də radiodan, televiziyadan harda fəaliyyət göstərirəmsə, mütəxəssislərimizdən doya-doya xahiş edirəm ki, yəni bu məsələyə ötün keçin toxunun, yəni. Bəli. Yəni gənclərimiz sağlam qidalanmanı öyrənməlidir. Çox doğrudur. Xüsusilə fast food qidaların, Bəli. xüsusilə qazlı içkilərin, xüsusilə paketli qidaların, çipsidir, günəbaxan tumudur və s. bunlarla qidalanmanın, mağazada olan bütün o paketli qidaları mən pasiyentlərimə hər zaman deyirəm, yəqin ki, mən buradan eşidən olsa artıq biləcəklər ki, doktor yenə eyni şey deyir. Şərti şumda kəsirəm pasiyentlərimdən. Belə deyim, mən onların hər birini öz balalarım kimi yaxınlaşıram və deyirəm ki, əgər siz müalicə müddətində mənim dediyim pəhrizə əməl etməyəcəksə, biz heç bu yola bərabər çıxmayaq. Pasiyentlərimə də deyirəm, valideynlərinə də deyirəm, təbii ki, bu valideynlərin də ürəyincə olur. Qadağan elədiyim digər qidalar pasiyentlərdə yaşından asılı olmayaraq şirniyyat qəbulunun azaldılmasıdır. Çünki şirniyyat qəbulu bunu biz həkimlər olaraq sağlam qidalamaya yönəltmək üçün tək demirik. Eyni zamanda FDA tərəfindən, yəni Amerika Qida və Dərman Assosiasiyası tərəfindən araşdırmalar aparılıbdır. 2 qrup pasiyentlər götürülübdür. Eyni cür aknedən, yəni eyni şiddətli aknedən əziyyət çəkir. Bilirik ki, aknenin şiddətləri vardır. Eyni şiddətli aknedən əziyyət çəkir. Təqribi eyni yaş qrupudur və digər sağlamlıq cəhətdən də göstəriciləri təqribi eynidir. Və pasiyentlərə eyni müalicə edib həmin 2 qrup pasiyentə eyni müalicə tətbiq olunubdur. Bir qrup pasiyentlər qidalanmaya diqqət ediblər, amma digər qrup pasiyentlər fast foodla qidalanıblar, glisemik indeksi yüksək olan qidalar, yəni heç bir qidalamaya diqqət etməyiblər. Hansı qrup müalicəyə yaxşı cavab verib? Təbii ki, qidalamaya diqqət edən. Xüsusilə glisemik indeksi yüksək olan karbohidratları, unlu məmulatları, makaronlu, çörəkli, şirniyyatlı, bunları rasiondan çıxardanlar, fast fooddan uzaq duranlar, bir də burada xüsusilə vurğulayıram, süd və süd məhsulları, yəni inək südündən alınan məhsullar və inək südünün özü qəbulu ümumiyyətlə tövsiyə etmirik biz həkimlər, amma müalicə müddətində akne müalicəsində tamamilə saxlamağı tövsiyə edirik. Yəni Aydındır. qidalanma bizim müalicədə, akne müalicəsində xüsusilə böyük rol oynayır. Doktor, belə deyək, bugün siz dediniz ki, həm yeniyetmə dövründə, həm də artıq orta yaş insanlarda, yəni cavan insanlarda da hər ikisində görülür. Təbii ki, bunun hormonal tərəfləri var, qidalanma tərəfləri var. Yəni hərənin özünə uyğun fərdi bir yanaşması var. Belə praktikanızda nəyi müşahidə edirsiniz? Müalicə nəticəsi olaraq gənclərdəmi daha tez nəticə əldə etmək olur, yoxsa cavan insanlarda mı? Yoxsa bunun belə bir fərqə bölə bilmərik? Bu adətən pasiyentlərə də hər zaman deyirəm ki, mən yazdığım müalicəni protokollara əsasən yazıram. Bu müalicə sırf akne müalicəsidir. Amma o müalicəni necə icra etmək, necə həyata keçirmək? Çünki biz həm daxildən pasiyentə müalicə təyin edirik, həm xaricdən pasiyentə müalicə təyin edirik. Dəri həkimlərinin müalicələri, reseptləri həmişə digərlərdən daha çox olur. Çünki biz həm dəriyə lokal müalicə təyin edirik, həm də daxildən müalicə təyin edirik. Pasiyent bizim dediklərimizə necə əməl edibsə, müalicəni necə icra edibsə, qidalamaya necə fikir veribmi, verməyibmi,
Su qəbulu, maye qəbulunu xüsusilə hər pasiyentə vurğulayıram. Maye qəbulunu normal qəbul edibmi, buna əməl edibmi və bir də pasiyentin işi, stressi, yuxu rejimi də bizə çox təsir edir. Yəni ola bilər ki, çox şiddətli akne ilə bizə müraciət etmiş pasiyentimiz çox qısa müddətdə, 1 ay, ay yarım, 2 ay ərzində artıq müalicəyə cavab veribdir. Amma ola da bilər ki, o qədər də şiddətli aknesi yoxdur. Sadəcə müalicəni bir gün edir, bir gün etmir. Bir gün diyetaya əməl edir, bir gün etmir. Təbii ki, eynən o xəstələrimizdə müalicə müddətimiz uzanır və müalicəyə verdiyi cavab da uzanır. Deməli burada yaş yox, müalicəyə münasibət önəmlidir ki, doğru. İnsanlar necə yanaşırlar Çox öz məsələlərinə. Ümumiyyətlə mən öz baxım deyiləndə daxili sağlamlığı hər zaman nəzərdə tuturam. Qadın oldu, kişi oldu fərqi yoxdur. Bir insan özünün sağlamlığına baxmırsa, yəni bu baxım sayılmır. Doğru. Çünki bir insanın bağırsağı sağlam deyilsə, mən bunun həmişə altını çizə-çizə vurğulayıram. Yəni dönə-dönə vurğulayıram ki, həkimlərimiz də bunu hər zaman deyir. Bağırsaq sağlam deyilsə, qaraciyər sağlam deyilsə, yəni ağız boşluğunun sağlamlığı yerində deyilsə, qadınlar ginekoloji olaraq sağlam deyilsə, yəni siz dəridən nə istəyirsiniz axı? Dəri bizim ən böyük orqanımızdır, ən böyük qalxanımızdır, müdafiə mexanizmidir orqanizmin. Amma yaxşı, biz dəriyə ayrıca bir orqan kimi baxa bilərikmi? Təbii ki, xeyr. Çünki sistemdə nə varsa bir güzgü kimi dərimizdə özünü göstərir. Doğru. Və bunu aşılamağa hər zaman çalışıram ki, təbii ki, mütəxəssislərimizin sayəsində mən həkim deyiləm. Əgər orqanizm sağlam deyilsə, siz hansı gözəllikdən, hansı baxımdan danışırsınız? Bugün şükürlər olsun ki, peşəkar həkimlərimiz də hər zaman buna səsləyir. Bayaq məsələn siz nə qədər səbəblər sadaladınız ki, bu təkcə aknenin meydana gəlməsi üçün orqanizmdə nə qədər funksiyalar pozula bilər və bunların nəticəsi ola bilər akne. Tutalım siz onu müalicə elədiniz. Müalicə müddəti yekunlaşdı, hər şey əladır. Bundan sonra aknenin yenidən geri dönməsi varmı? Yəni təkrarlanırmı xəstəlik? Mən xəstələrimə hər zaman deyirəm ki, baxın, digər orqanların xroniki xəstəlikləri vardır. Məsələn, şəkərli diabet endokrinoloji sistemin mədə-altı vəzin xroniki xəstəliyidir. Hashimoto tiroiditi qalxana bənzər vəzin xroniki xəstəlikdir. Eləcə də dərinin də xroniki xəstəlikləri vardır. Çünki dəri də özü ayrıca bir orqandır və siz çox doğru vurğuladınız. Bizim bədənimizin ən böyük orqanıdır. 2 kvadrat metr sahəyə malikdir. Və buna görə də dərinin də xroniki xəstəlikləri olması tam normaldır. Akne əvvəllər 10 il, 15 il öncəyə qədər kəskin bir xəstəlik olaraq nəzərə alınırdı. Amma son dönəmlərdə artıq bütün ədəbiyyatlarda akne xroniki bir xəstəlik olaraq qeydə alınır. Yəni akneni biz müalicə edirik. Daha sonra post-akne prosedurlarımızı da edirik. Pasiyentimiz sağalır, tam sağlam dərisinə qovuşur. Amma bundan sonraki period sırf pasiyentdən asılıdır. Əgər pasiyent dəri qulluğunu, hansı ki biz bir müalicəvi təyin edirik, bir də profilaktik təyin edirik xaricdən qulluğu. Əgər bunu əməl etmirsə, yəni artıq sağaldım mən, heç bir üzünə qulluq etmirsə, yağlılığı ilə bağlı, çiklənmə ilə bağlı heç bir qulluğunu etmirsə, qidalanmasına yenə qayıdırsa əvvəlki qidalanmaya, yenə gecə saat 3-də yatıb, səhər saat 7-də durub günə başlayırsa, yəni yuxu rejimi normal deyilsə, stresli bir həyat tərzi varsa və s. təbii ki, o akne geri qayıda bilər. Çünki bu, yenə deyirəm, bir xroniki xəstəlikdir. Biz müalicə etdik, remisiya əldə elədik. Bu remisiya ola bilər 1 il, ola bilər 5 il, amma yenidən geri qayıda bilər. Aydındır. Bir daha dinləyicilərimizə xatırladım. Bugün mənim həmsöhbətim Daxili İşlər Nazirliyi Hospitalının mütəxəssisi həkim dermatovenerolog Mehriban Almazovadır. Biz aknedən danışırıq. Bəzən dermatoloqlarımız, həkim kosmetoloqlarımız akne deyib keçirlər, ona geniş bir müzakirə həsr etmirlər. Amma halbuki akne əslində çox danışılacaq, çox müzakirə olunacaq məsələlərdən biridir. Bu arada fəsadları nə olur, iz qoyurmu, iz qoyubsa bunu necə müalicə eləyəcəyik? Baxın, bu məsələlərdən proqramımızın davamında danışacağıq. Sizin də suallarınız varsa buyurun, ünvanlayın, cavablandıraq. Doktorumuza müraciət eləmək üçün 055 294 34 31 nömrəsini yığa bilərsiniz. Bir daha xatırladıram, 055 294 34 31. Media Doktor davam edir.
ki, sağlığınız sizin varlığınızdır. Odur ki, sağlığınıza hər zaman diqqətlə və önəmlə yanaşın. Orqanizminizin səsinə qulaq asın. Çünki orqanizm hardasa narahat olarsa, mütləq o sos siqnalını ya ağrıyla, ya qaşınmayla, ya sancıyla, ya bir hər hansı bir diskomfortla mütləq orqanizm özünü göstərir ki, məndə bir şeylər düz getmir və orqanizmimizi dinləmək də təbii ki, bizim öhdəmizə düşər. Sizinlə mənəm Sona Buynina verilişimizin, proqramımızın növbəti hissəsinə atladıq. Yeni qoşulan dinləyicilərimiz varsa, hər birinizə uğurlar arzulayıram. Yeni iş həftənizdə nailiyyətləriniz bol olsun. Bugün mənim həmsöhbətim Daxili İşlər Nazirliyinin hospitalından mütəxəssis həkim dermatoveneroloq Mehriban Almazovadır. Doktorumuzla əlaqə saxlamaq üçün əlaqə nömrəsi 055 294 34 31-dir. Biz bugün aknedən danışırıq və növbəti sualımı aknedən sonra qalan çapıq və ləkə izləri ilə bağlı ünvanlayacağım doktorumuza ki, adətən çox təəssüflər olsun ki, dəri xəstəliklərinin bu tərəfləri var. Müalicə olunursan, amma sonra da başlayırsan onun belə deyək, fəsadları ilə uğraşmağa, çalışmağa ki, onları aradan qaldıraq. Akne çoxmu fəsad verir doktor özündən sonra? İstənilən dəridə iltihabi proses, akne özü iltihabi prosesdir. İltihabi proses özündən sonra az və ya çox dərəcədə ləkə və ya çapıq olaraq özünü biruzə verə bilər. Yəni özündən sonra bir iz qoyub gedə bilər. Burada da izin, ləkənin dərəcəsi həm pasientin dərisinin regenerasiya qabiliyyətinə asılı olaraq dəyişə bilir. Pasientlərimiz olub ki, çox böyük irinli konglobat akneləri olubdur. Müalicədən sonra məsələn biz çox dərin çapıqlar gözləyirdik orada. Düşünürdük ki, lazer müdaxilələri, mikronitnik müdaxilə və s. olunacaq, amma müalicəyə o qədər gözəl cavab verir ki, dərisi çapıq qalır, amma çox dərin gözlədiyimiz dərin çapıq qalmır. Amma bəzən də ola bilir ki, burada bir faktor da var. Xüsusilə mən gənclərə deyirəm, aknelərinizi, səpkilərinizi sıxmayın. Onlar sıxdıqca yerində əslində bəlkə də öz-özünə sağalsaydı o boyda iz buraxmazdı, çapıq buraxmazdı. Travmaya bağlı olaraq dəridə çox dərin çapıqlar qala bilir və bəli, çapıq nə qədər dərin olursa, ləkə nə qədər tünd olursa, post-akne müalicəmiz, yəni aknedən sonraki müalicəmiz daha uzun müddətli, bəzən olur pasienti yorur, yəni daha böyük səbir tələb edən bir period olur. Amma dərini... Deməli, biz dırnaqla əgər müdaxilə eləyiriksə, dırnağın çapı, daha doğrusu dırnağın verdiyi travmaya bağlı çapıqlar qalır, eləmi? Bəli, bəli, doğrudur. Yəni insanlar tam əksini düşünür amma ki, yəni akne səbəbli bir şeydir bu. Akne səbəbli də ola bilər. Yəni sonuçta bir iltihab var orada. İltihabdan sonra yerində bir iz qalması normaldır. Amma hər hansı bir manual ola bilər. Doğrudur. Manual müdaxilə ilə, əl müdaxiləsi ilə onu pasientlər daha da dərinləşdirirlər. Aydındır. Ümumiyyətlə belə deyək, aknenin növbəti dəfə belə deyək yaranması, tutan bir insan müalicə alıb yenə yaranıb. Bu təkrarlanmalar o çapıq izlərini dərinləşdirirmi? Bəli, çox doğrudur, dərinləşdirir. Yəni zaman çoxaldıqca, zaman keçdikcə biz həmişə pasientlərə deyirik ki, doğrudur. Bəzən pasientlərin valideyni deyir ki, doktor, məndə də var idi uşaq vaxtı və yaxud da yoldaşımda da var idi uşaq vaxtı, olubdu uşaq vaxtı, amma övladımızda biz dedik keçər, yeniyetmə dövrünə bağlı olaraq yaranan səpkilərdir. Amma keçmədi, üzü gəldi, nəticədə bu hala qaldı. İndi bütün xəstəliklər fərqli özünü biruzə verdiyi kimi, tək dəri xəstəlikləri yox. Eyni zamanda bütün xəstəliklər gəncləşib artıq, tam fərqli klinikalarda keçir, müalicəyə çox tabe olmurlar. Eləcə də akne xəstəlikləri artıq öz-özünə keçər deyə gözləmək doğru deyil. Mütləq ilk səpkilərdən etibarən artıq səpkilərin əmələ gəldiyini gördüksə, demək ki, bu dəriyə ən azından xaricdən qulluq olaraq başlamaq lazımdır. Təbii ki, çox yüngül aknelərdə biz sadəcə lokal müalicə edirik. Daxildən müalicə təyin etmirik. Amma aknenin şiddəti artmamış, bunu etsək, ondan sonra qalacaq fəsadın da qarşısını almış olarıq. Buna görə nə qədər müalicəyə tez başlasaq, o qədər nəticəmiz daha qısa müddətli və daha qalıcı, daha yaxşı olar. Əslində yeniyetmələrə toxunmağınız çox yaxşı oldu. Çünki dediyiniz kimi valideynlərin o müddət gözləməsi ki, sağalar, keçər, məndə də olub və s. Bunu hər zaman mən efirlərdən çağırış eləyirəm valideynlərimizə ki, bunu eləməyin övladlarınıza. Çünki sonra elə bir fəsadlar verir ki, bəzən baxıram gənclərimizə, baxırsan boylu, postlu, amma dərisində çox ciddi problemləri var. Çünki bu onların özünə də zərər
problemlərdir. Niyə bunu çağırış eləyirik? Onların özgüvəni aşağı düşür, asosiallaşmağa başlayırlar. Dostları ilə belə deyək, ünsiyyət eləmək istəmirlər. Onlarda çox ciddi özgüvən əskiliyinə səbəb olur. Bunu valideynlər bilsinlər. Yəni bu təkcə bir dəri məsələsi deyil, eyni zamanda psixoloji olaraq da uşaqlara, gənclərə çox pis təsir göstərir. Ona görə də həm bunu nəzərə alaraq ki, onların asosiallıq problemlərinin qarşısını almaq üçün, özgüvənlərinin aşağı enməməsi üçün və dolayısıyla gələcəkdə də dərin akne izləri ilə, çapıq izləri ilə mücadilə etməməsi üçün bu gündən onların qarşısını almaq önəmlidir. Yəni madam yaxşı bir müalicə ilə bunun sonuna gəlmək mümkündür, hamar bir dəri əldə etmək mümkündür. Niyə biz bunu çapıqlaşması üçün gözləyək, o iltihablı dəri ilə saxlayaq gəncləri? İstənilən halda bu bir sağlamlıq problemidir. Niyəsə biz o dəriyə daha çox kosmetik məsələ olaraq yanaşırıq. Əşi olsa da olar, olmasa da olar, amma elə deyil. Nə dövr o dövr deyil, nə kosmetologiya deyil, nə həkimlərimizin savadı əvvəlki kimi deyil. Hər şey inkişaf eləyib. Və bu gün dərmanlar da inkişaf eləyib, çox gözəl də nəticələr əldə etmək olur ki, müalicə alan gənclərimizin də necə gözəl nəticələrə gəldiyini görürük. Doktor, o çapıq izlərindən mən istəyirəm bir qədər danışaq, çünki bu ən arzu olunmaz nəticədir. Hətta inanın mən bəzən üzlərdə görürəm, o qədər dərindir o çapıq izləri, sanki bir Allah eləməmiş bir avtoqəza keçirmiş kimi sanki orada izlər qalır, o dərəcədə dərin olur. Bunları nə dərəcədə səthiləşdirmək mümkündür ya da yox etmək mümkündür? Bəzi çapıqlar var ki, doğrudan da biz onları tamamilə yox edə bilirik. Amma bəzən də olur ki, %70, %80 nəticə ala bilirik və sonra artıq buraxırıq dərinin öz regenerasiya qabiliyyətini. Yəni dəri zamanla regenerasiya olduqca, pasient də xaricdən qulluğunu doğru etdikcə o çapıqlar daha da səthiləşə bilir. Bizim post-akne müalicələrimiz ümumiyyətlə nədən ibarətdir? Ümumiyyətlə bir qısaca müalicə haqqında danışmaq istəyirəm. Pasient bizə daxil olanda, müraciət edəndə biz ilk növbədə pasientin təbii ki, ətraflı anamnez toplayırıq. Nə zamandan əziyyət çəkir, bizə qədər hansı müalicələri alıb, müalicə alıb effekt görübmü, görübsə nə qədər müddət davam edib və s. Adətən dəri xəstələri, həkim gəzən xəstələr olurlar. Buna görə də biz pasientdən bir anamnez toplayırıq və daha sonra digər orqanlarının hər hansı bir şikayəti olub-olmadığını soruşuruq və lazım müayinələrimizi təyin edirik. Bütün müayinələr, anamnestik məlumatlar əsasında bizim müalicəmiz başlayır. Müalicə ümumiyyətlə, akne müalicəsi dünyanın hər bir yerində iki yerə bölünür. İki əsas qolu var. Biri antibiotiklə müalicədir, biri də dərini qurudan çox məşhur bir dərman var. Bütün pasientlər bunun adını aşağı-yuxarı bilirlər. Rakutan adında bir dərmandır. İndi düzdür, Rakutan yoxdur, digər onun əvəz edicisi vardır. Bu dərini qurudur və akneləri bu cür müalicə edir. Düzdür, o dərmanla bağlı mən deyərdim ki, hətta bir veriliş belə bəs etməz. Çünki o dərmanla bağlı xəstələrdə ön yarğılar çoxdur. Bəziləri bildik-bilmədik informasiyalarla doldururlar özlərini. Məsələn, pasient qarşımda əyləşəndə deyir ki, doktor, o dərini qurudan dərman yazmayın mənə. Amma bəzən olur ki, bizim o dərmandan başqa çarəmiz olmur. Doktor, niyə yazmayın deyirlər? Çünki həmin dərman vitamin A-nın küllü miqdarda eyni zamanda, yəni bir zamanda eyni müddətdə bədənə yeridilməsi deməkdir. Vitamin A-nın analoqudur bu, retinoidlər qrupuna aiddir və qaraciyəri nisbətən yüklədiyi bilinər bu dərmanın. Təbii ki, pasientlərə hər zaman deyirəm ki, sizin o eşitdiyiniz məlumatları biz zaten bilirik və buna görə də bu dərmanı biz sizə təyin edəcəyiksə, birinci sizin müayinələrdən keçirdəcəyik. Əgər sizin qaraciyər fermentləriniz normada deyilsə, qaraciyər ultrasəs müayinəniz, ölçüləri normada deyilsə, böyümə, steatoz və s. varsa, zaten biz bu dərmanı sizə təyin etməyəcəyik. Biz sizə çünki fayda vermək istəyirik, zərər yox. Sadəcə qaraciyər fermentlərini qaldırdığına görə pasiyentlər arasında belə bir fikir yaranıb ki, qaraciyəri çürüdür, dırnaq arası olaraq çürüdür. Amma 10 ildir ki, mən bu dərmanla lazımi pasiyent, hər pasiyentimi müalicə etmirəm təbii ki, çünki akne müalicəsində başqa bir yol da var. Hansı pasiyentlər ki, artıq o yolu dəfələrlə keçiblər. Və effekti yoxdur. Bəli, müalicə olub, sağalıb, yenidən qayıdıbdır. Artıq
pasient də yorulubsa və bir də aknenin yayılma dərəcəsi ola bilər. Yəni daha şiddətli aknelərdə biz adətən digər qolu seçirik. Çünki belə deyim, antibiotik terapiya ilə bu xəstə 5 ay, 6 ay bu antibiotiki qəbul etməlidir və bu da daimi deyil, yəni qayıda bilər. Ona görə biz adətən ikinci qolu seçirik. Yəni biz zaten dərman təyin edəndə xəstəyə ümumi bir orqanizm kimi yanaşırıq ki, bunun əlavə altda yatan bir xəstəlikləri varmı? Biz bu xəstəliyə bununla müalicə eləsə necə cavab ala bilər və sonra hər şeyi nəzərə alaraq zaten yazırıq. Bir də o dərmanda yəni bizim təyin etmədiyimiz bir əks göstəriş var ki, əgər pasientimiz xanımdırsa və o bu yaxınlarda hamiləlik planlaşdırırsa, bu dərman biz ona təyin edə bilmərik. Çünki dərman qəbulu müddətində və dərmanın son qəbulu bitdikdən sonraki 6 ay ərzində xanım hamilə qalmamalıdır. Bunu biz pasientlərə deyəndə həmən düşünürlər xanımlar və yaxud da anaları ki, demək bu preparat mənim uşağımın gələcəkdə ana olmağına zərər ola bilər. Tam əksi, əgər ana olmağına zərər olacaqsa, biz o pasientə o zaman demirik ki, get hansısa bir qorunma üsulundan istifadə et. Bunu demirik. Onsuz da ana ola bilməyəcəksə biz demirik. Bu preparatın sırf döllə əlaqəsi var. Yəni ana bətnində olan dölə zərər verə biləcəyindən biz preparatı təyin ediriksə, pasientə deyirik ki, mütləq əgər ailəlidirsə, qorunmalısan və övlad sahibi olmağı preparatın qəbulu dayandırıldıqdan 6 ay sonra düşünməlisən. Yəni bu əsas iki ünsür fərqli-fərqli formalarda pasientlər bir-birlərinə ötürürlər. Fərqli-fərqli sosial şəbəkələrdən olsun, indi hal-hazırda bizi əvəz edən əvvəl Google idi, indi ChatGPT-dir. Bəli. Pasientlər hazır diaqnozla, hazır müalicə ilə gəlirlər yanımıza. Hətta bəzən o müalicəni edirlər, fayda görmürlər. Deyirlər ki, ChatGPT falan şey demişdi, elədim, amma doktor nəticə görmədim, gəldim. Yəni qulaqdan dolma belə deyim də, məlumatlarla, yanlış məlumatlarla bu preparata qarşı bir ön yarğılar olur. Ki, yox, mənə onu təyin etməyin. Amma bilgili xəstələrimiz də var təbii ki. Həkiminə güvənən xəstələrimiz də var təbii ki. Deyir ki, doktor, mən artıq çox müalicə eləmişəm, yorulmuşam. Bilirəm ki, mən pasientlərə hər zaman deyirəm ki, akne müalicəsini bir piramida olaraq düşünün. Həmin akne trend dərmanı, o son dediyimiz dərman piramidanın zirvəsində dayanır. Biz əvvəl bazal müalicələri təyin edirik. Effekt almazsaq o dərmanı təyin edirik. Yəni bu preparat seçimini pasientlərə tövsiyəm, buradan bizi izləyənlərə tövsiyəm odur ki, həkimlərinə güvənərək ona buraxsınlar. Həkimi zaten biz həkimlərin ən böyük hədiyyəsi, belə deyim, ən böyük sevinci onların sağalmağıdır. Çünki onların sağalmağı bizə yeni xəstələr deməkdir. Təbii ki, biz də doğru seçimi edəcəyik ki, pasientimiz bu müalicədən heç bir zərər görmədən yaxşı nəticə alsın. Pasientimizi müalicə etdikdən sonra sizin dediyiniz mövzuya gəlirəm. Artıq post-akne, üzündə heç bir iltihabi proses yoxdur. Aknelər izlənmir. Bizim başlayır növbəti etapımız. Bu etapın adı da post-akne terapiyadır. Post-akne terapiyada bizim birinci məqsədimiz çapıqlar və ləkələrlə mübarizə aparmaqda. Daha sonra dərinin balansını, bərpası ilə məşğul oluruq. Bu üsullar isə əsasən iki yerə bölünür. Lazer müdaxilələri, aparat müdaxilələri və digər növ isə inyeksiyon müdaxilələrdir, iynəli müdaxilələrdir. Həm lazer müdaxilələri ilə ola bilər ki, çapıq çox dərindir. Birinci biz heç bir inyeksiyon müdaxilə etmirik. Pasienti yönləndiririk lazer müdaxiləsinə. Lazer müdaxiləsi 1 seans, 2 seans çapıqdan asılı olaraq aparılır. Təbii ki, bu aralarla, fasilələrlə dəri tam bərpa olur. Pasient növbəti prosedura gedir. Artıq orada tam çapıq müalicəsi, lazerin yəni edə biləcəyi artıq bu qədərsə, ondan sonra biz başlayırıq inyeksiyon müdaxilələrə. Digər prosedurlardan biri də mikronidling, pasientlərin çox gözəl bildiyi dermapen prosedurudur. Burada da prosedur zamanı biz dəriyə travma verərək həmin o çapıqların yenilənməsinə səbəb oluruq. Yəni, məqsəd burada köhnə epidermis qopsun, tökülsün, yerinə yeni epidermis qatı əmələ gəlsin. Hüceyrənin yenilənməsi üçün. Hüceyrənin yenilənməsidir, bəli. Bir məlumatı da diqqətinizə çatdıracağım. Qısa bir fasilə sonrası davam edirik. Xəbəriniz olsun ki,
Bilirsiniz ki, efirimizdə hər zaman mən tibbi məlumatları da diqqətinə çatdırıram dinləyicilərimizin. Deməli, son günlər belə bir mövzu müzakirə olunmağa başladı. Deməli, Nobel mükafatlı Türk elm insanı Professor Əziz Sancar beyin xərçənginin müalicəsini yox edə bilib, öz komandası ilə birlikdə kimyoterapiya ilə belə deyək, beyin hüceyrələri artıq şükürlər olsun ki, bərpa olunub və həmin problemi aradan qaldıra bilib. Professor Əziz Sancar və onun komandası ölümcül bir beyin belə deyək, xərçəngi növünün müalicə ilə öhdəsindən gələ biliblər və sonradan da müayinə olunub, insan görülüb ki, müalicənin nəticəsi tam müsbətdir və beyin toxumaları zərər görmədən müalicə oluna bilib. Əslində bu çox sevindirici haldır, çünki biz xərçəngin müxtəlif növləri ilə bağlı vaxtaşırı araşdırmaların aparıldığını və həkimlərin nəticələrini sizinlə paylaşırıq. Bu dəfə Türk dünyasından şad xəbər gəldi beyin xərçəngi ilə bağlı. Hər birinizə can sağlığı diləyirik bütün məsələlərlə bağlı. Amma bu da bir əslində həqiqətən də sevindirici xəbərlərdən biridir ki, gözəl nəticə alınıb. Deməli, artıq onun öhdəsindən həkimlərimiz gələ bilərlər. Mənim bugün həmsöhbətim isə Mehriban Almazovadır. Daxili İşlər Nazirliyi Hospitalının mütəxəssisi, həkim dermatoveneroloq, niyəsə dermatoloq deyəndə kosmetoloq da beynimə gəlir. Mehriban xanımla biz bugün aknelərdən danışırıq. Əslində aknelər o qədər də çox müzakirə olunmayan, sözdə deyilib keçilən bir mövzudur. Halbuki müzakirə ehtiyacı olan bir məsələdir. Doktorla əlaqə saxlamaq istəyən dinləyicilərimiz 055 294 34 31 nömrəsini yığa bilərlər. 055 294 34 31. Hətta doktorumuz əgər proqramımızı başından dinləyirsinizsə, dedi ki, bu genetik belə ola bilir. Nəinki daxili xəstəliklərlə əlaqəsi var. Yəni bir xəstəliyin ki, genetikaya belə yatqınlığı varsa, deməli onun barəsində daha dərin düşünmək lazımdır, müalicəsini də mütləq etmək lazımdır. Deməli, daxili xəstəliklərlə əlaqəsi vardır. Orqanizmin xroniki xəstəliyi hesab olunur. Əvvəllər doktor deyir ki, bu kəskin xarakterli hesab olunur, ancaq indi xronikidir. Yeniyetmə və cavan insanlarda görülə bilir. Müalicəsi var, ancaq təkrarlana bilir. Bunları da diqqətinizə çatdıraq və sonradan çox ciddi çapıq izləri qoya bilir. Elə danışmağımızın, müzakirə etməyimizin də səbəbi odur ki, sonradan üzdə ciddi fəsadlar yaratmaması üçün, yeniyetmələrimizin sonradan işlərinin sözün əsilməsində başına atıb sırf dəri problemləri ilə məşğul olmamaları üçün bu başdan iltihabi dəri xəstəliyi olan akneni müalicə eləmək lazımdır. Onun çapıqlara gətirib çıxarmaması üçün bir tibbi yanaşma olmalıdır, bir mütəxəssis baxışı olmalıdır. Doktor, streslə əlaqəsi varmı? Bəli, stres akne artışına birbaşa səbəb olan faktorlardandır. Biz pasientlərə deyəndə ki, stres deyirlər, doktor, stressiz həyat var ki, və pasientlər adətən düşünür ki, biz həkimlərin hamımızın bir bəhanəsi var da, stressləndi, əsəbləndi. Amma doğrudan da stres hormonlarının artması, yəni qanda adrenalin miqdarının artması, kortizolun miqdarının artması akne artışına səbəb olur. Və doğrudur, bəzən pasientlər işlə bağlı daimi bir xroniki stres altında olurlar. Biz buna çox da müdaxilə edə bilmirik. Amma hiss eləsək ki, pasiyentdə ciddi stres pozuntuları varsa, ciddi nevrotik reaksiyalara meyillik varsa, bu zaman mütləq müalicəmizi nevroloqla bərabər aparırıq. Yəni, çünki stres bizim müalicəmizə ciddi mane ola bilən faktorlardandır. Həm də dolayısıyla da düşünəndə, yəni bir məntiq yanaşması edirəm. Çünki stresli insanlarda hər zaman hormon yüksək olur. İstənilən halda hormonlar pozulur. Doğrudur. Çünki hormonlar çox həssas olduğu üçün stresə çox bağlıdırlar. Yəni Doğru. qadınların özündə məsələn bəzən görürsüz ki, prolaktin stresə bağlı olaraq düşmür. Yəni Çox başqa bəzən görürsüz həkimlərimiz araşdırır, heç nə yoxdur, amma prolaktin emmir. Yəni səbəbi stres ola bilir. Yəni o açıdan yola çıxaraq deyirəm ki, Prolaktinin özünün də yüksək olması, xüsusilə 35-li 40-lı yaşlı pasientlərimizdə, xanımlarda adətən akne səbəbi
prolaktin yüksəkliyinə bağlı olur. Hətta. Bəli. Və bəzən olur ki, xanımdır, ailə qurub, bir neçə müddətdir ana olmaq istəyir, övlad sahibi olmaq istəyir, lakin ola bilmir, gedir ginekoloqa. Eyni zamanda üzündə də səpkiləri var. Amma bu dəqiqə onun əsas dominant mərkəzi səpki deyil, övlad sahibi olmaqdır. Gedir ginekoloqa və pasientə baxılır ki, prolaktin yüksəkdir, ovulyasiya normal getmir və anovulyator kistalar var. Yəni xəstənin polikistik over sindromu var. Yəni ginekoloqların qoyduğu bir diaqnozdur. Polikistik over sindromu var və doktor başlayır təbii ki, ona ana olması üçün müxtəlif hormonal preparatlar təyin edir ki, prolaktin miqdarı aşağı düşsün və bu dövrdə pasientin akneləri də öz-özündən müalicə olmuş ola bilər. Bəli, xəstə heç bir xaricdən müdaxilə etmədən. Əsas səbəbi çünki hormona bağlı idi. Çox doğru. Elə polikistozu soruşacaqdı, belə direkt üstündən gəldiniz. Çünki polikistozlarda da belə bir problem yaşayan xanımlarda mən bunun çox şahid olmuşam ki, akne də olur paralelində. Bəzən pasientlər bizə gələndə deyirlər ki, doktor, podruqam getmişdi həkimə, ona dermatoloqa getmişdi, başqa bir dermatologumuza getmişdi. Orada həkim ginekoloji testlər də yoxladı. Siz mənə niyə təyin eləmədiniz ginekoloji müayinələri? Biz pasientə baxırıq, belə deyim, pasient artıq içəri daxil olanda onun habitusu, yəni xarici görünüşü bizə çox xəstəliyinə bağlı informasiya verə bilir. Pasientimiz xanımdırsa, köklüyə meyillidirsə, xüsusilə qarın tipli, abdominal tipli kökəlməsi varsa, pasientimizin buxağı varsa, tüklənməyə meyilliyi varsa, təbii ki, normal yox, patoloji tüklənmədən söhbət gedir, meyilliyi varsa və pasient yanımızda oturanda deyirsə ki, doktor, aybaşılarım normal olmur, hər aybaşıdan öncə çox aşırı səpkilərim olur. Təbii ki, artıq biz bu pasienti birinci olaraq beynimizdə xəstəni dinlədikcə və xəstəyə xarici görünüşündən baxdıqca burada bir dənə də ünsürü unutdum. Androgenetik alopesiyası varsa, polikistik overi olan pasientlərin çoxunda kişi tipli bu nahiyədə saç tökülməsi olur. Bu androgenetik alopesiya adlanır, hormonal disbalansa bağlıdır. Yəni bütün bu faktorları artıq pasientdə görürsə, biz mütləq pasientdə prolaktindir, FSH-dır, LH-dır, estrogen, estradiol, testosteron düzeyinə mütləq ki baxırıq. Orada çox zamanda xəstədə patologiya aşkarlayırıq və artıq bu bizim müalicəmiz olmur, ginekoloqa yönləndiririk, ginekoloqla paralel aparırıq. Amma pasientimizdə bu dediyim əlamətləri müşahidə etmiriksə, incə pasientdir, patoloji tüklənmə vizual olaraq görünmürsə, saç tökülməsi hiss olunmursa, artıq biz dermatoloqlar belə deyim, xəstənin rentgenini çıxardırıq da, içəri daxil olanda. Necə yanaşacağıq deyə. Eynən. Pasientdə biz əlavə yük olmasın deyə, bir də əgər özünün aybaşı problemlərlə şikayəti yoxdursa, əlavə yük olmasın deyə yoxlamırıq onu. Yəni pasientlər bəzən maraqlanırlar, niyə podruqama yazmışdılar, mənə yazmadınız. Yəni biz buna deyirik ki, biz hər pasientə individual olaraq yanaşırıq. Nəinki müalicədə, eyni zamanda təyin olunan müayinələrdə belə. Doktor, bağırsaq xəstəliklərində belə bir problem yaşanırmı? Yaşanır, Çünki bugün həzm sisteminə baxsaq, böyük faiz insanların həzm sistemində problemi var. Yəni orada Helicobacter pyloridən tutmuş, yəni mədə mikrobu dediyimiz o mikrobdan tutmuş, bağırsağın xroniki xəstəliklərinə qədər qəbizliyi var, ishalı var, yəni növbələşən qəbizlik, ishal var. O qədər xəstəliklər var ki, bugün həzm sistemində. Bu dəriyə nə formada təsir göstərir? Dolayısıyla akneyə də səbəb olurmu? Bağırsaq ümumiyyətlə ikinci beynimizdir də. Bəli. Bağırsağın mikroflorası normal deyilsə, orada disbakterioz varsa, heç bir problemi olmasa belə, biz o pasientə verdiyimiz dərmanın sorulması belə normal olmayacaq. Yəni bu belə bizim müalicə effektsiz qalacaq. Müalicəmizin nəticəsinə bəli, yarı-yarı effekt göstərir, yəni təsirini göstərir. Amma bəli, pasientimiz əgər deyirsə ki, doktor, mən zamanında qastritdən müalicə olmuşam və yaxud da ara sıra mədə ağrılarım olur, mədəmdə göynəmə olur. Biz pasienti hər tərəfli dinləyirik müayinə zamanı. Artıq biz burada mütləq Helicobacter pylorinin yoxlamasını
saxlamalı olduğumuzu düşünürük. Çünki Helicobacter pylori təbii ki, xroniki formalarda deyil də, kəskin formasında bizim müalicəmizə mane ola bilir. Hətta bəzən tək başına, təbii ki, bu uşaqlarda deyil də, yeniyetmələrdə deyil də, artıq yenə 25-lərin üstündə olan pasientlərdə akne artışına səbəb olur. Hətta akne çıxışına səbəb olur. Yəni sırf elə akne çıxışı başlı başına Helicobacter pyloriyə bağlı olur. Disbakteriozun özü də, bəli, bağırsaq mikroflorasının normal olmamasının özü də həm müalicəyə mane olur, həm akne artışına səbəb ola bilər. Ona görə də biz pasientdən soruşuruq, sizin bağırsaq və mədədən nə şikayətləriniz var? Bəzən xəstələr qısaca heç bir şikayətim yoxdur deyib ötüşdürmək istəyirlər. Bu zaman biz yenə də ikna olmuruq, dərindən soruşuruq. Qəbizliyiniz varmı? İshal olurmu? Əgər artıq pasient deyirsə, siz vurğuladığınız kimi bəzən qəbizlik olur, bəzən ishal olur və yaxud da daimi qəbizlik olur, məndə xroniki qəbizlik olur. Mütləq bunun səbəblərini araşdırmağa çalışırıq ilk öncə. Bəzən olur ki, bu sadəcə qidaya bağlı olur. Pasient ancaq quru qidalarla qidalanır və su qəbul etmir. Bunu bir balanslaşdırmağa çalışırıq. Bir müddət sonra yenə pasientlə əlaqə saxlayır. Normallaşdı mı bu balans? Və yanaşı olaraq təbii ki, probiotiklər, simbiotiklər biz də təyin edirik ki, ən azından müalicəmiz effektiv olsun. Pasient deyirsə ki, doktor, dediklərinizin hamısını etdim, amma heç bir fayda görmədim deyirsə, artıq bu deməkdir, bu qidaya bağlı, maye qəbuluna bağlı deyil. Burada ola bilər hansısa bir bağırsağın iltihabi xəstəliyi olsun və yaxud da ki, bağırsaq megakolon dediyimiz uzanması olsun. Yəni bu da artıq bizim sahəmiz deyil. Biz yenə yönləndiririk xəstəni aidiyyatı üzrə gastroenteroloqlarımıza. Bu arada doktorla əlaqə saxlamaq üçün qeyd etmək istəyirəm nömrəni 055 294 34 31 nömrəsi ilə əlaqə saxlayaraq hər hansı bir dəri probleminiz varsa, Mehriban xanımla aradan qaldıra bilərsiniz. 055 294 34 31. Media Doktor davam edir. Media Doktor'u dinləyirsiniz. Media Doktor davam eləyir. Siz bizi Media FM-in efirində dinləyirsiniz. 105.5 dalğasında. Yeni qoşulan dinləyicilərimizin hər birini salamlayıram. Hər birinizə uğurlu gün arzulayıram. Uğurlu yollar arzulayıram. Əgər sükan arxasından bizi dinləyirsinizsə, özünüzə yaxşı baxın. Bu günlər özünüzə diqqət eləyin. Ümumiyyətlə, hər kəs özünə diqqət etsin. Çünki virusun yayılması ilə bağlı həkimlər də dəfələrlə xəbərdarlıq etdi. Uşaqlara diqqət eləyin, əziz dinləyicilər. Çünki uşaqların səhhətində daha ciddi fəsadlara gətirib çıxarır, deyir həkimlər. Bunu da bir məlumat olaraq diqqətinizə çatdıraq. İmmunitetinizi yüksək saxlayan çalışan məhsullar istifadə eləyin. Eyni zamanda doktorlarımızın çox gözəl məsləhətləri olur. Tez-tez immuniteti yüksək saxlamaq üçün nə etmək lazımdır? Bax, bu məsləhətlərə əməl eləyin. Belə deyək, geyimə diqqət eləyin. Çox zaman elə geyimə diqqət etməmək də özü səhhətimizdə xoşa gəlməz nəticələrə gətirib çıxarır. Bir sözlə, bu günlər səhhətinizə diqqət eləyin. Bugün mənim həmsöhbətim Mehriban Almazovadır. Həkim, dermatoveneroloqumuz, Daxili İşlər Nazirliyi Hospitalının mütəxəssisi. Əlaqə saxlamaq istəyən dinləyicilərimiz 055 294 34 31 nömrəsini yığa bilərlər. Ümumiyyətlə, dəri xəstəlikləri ilə bağlı istənilən probleminizi Mehriban xanıma bildirə bilərsiniz və müalicəsi üçün müraciət eləyə bilərsiniz. Biz bugün aknelərdən danışırıq, ancaq aknedən danışmağımıza baxmayaraq biz burada məcburuq orqanizmin ümumi sağlamlığına diqqət eləyək. Bayaqdan əgər diqqət eləyirsinizsə, doktorumuz qalxanvari vəzdən tutmuş prolaktinə, hormonlarımıza qədər, həzm sistemi və s. toxunur. Çünki biz bugün əgər daxili orqanlarımızın sağlamlığına diqqətə almırıqsa, onların sağlamlığını göz ardı ediriksə, təbii ki, zamanla bu dəridə də özünü göstərəcək, saç tökülmə kimi göstərəcək, özünü dırnaqlarımızın solmasıyla, qırılmasıyla və s. eyni zamanda dəridə də bu ciddi formada özünü göstərir. Doktor, belə bir sual verəcəm sizə. Müraciət edən pasientlərin neçə faizi sırf sizin sahə ilə bağlıdır? Yəni, başqa xəstəliklər deyil də sırf dermatoloji sahəyə aiddir. Adətən yeniyetmələrdə 13, 14, 15 yaşlarda
Belə deyim, 21-22 yaşlı pasientlərimizə qədər adətən sırf dəri ilə bağlı, yəni akne sırf dərinin problemi olaraq üzə çıxır o pasientlərdə. Amma 25 yaşının üstü pasientlərdə biz mütləq ki, xüsusi yanaşma göstəririk. Onlarda da bəli ola bilər ki, daxili orqanlar tam ideal səviyyədədir, heç bir hormonal disbalansı yoxdur, pasientin özünün də şikayətləri yoxdur. Bu sırf dəri problemidir, aknedir. Amma çoxluq olaraq siz düzgün vurğulayırsınız, daha çox yanaşı hansısa bir əlavə xəstəlik olur pasientlərdə. Yəni akne 25 özünü yaşlı. ikincil olaraq göstərir. Yəni hansısa bir xəstəlikdən Daxilin bəli bir güzgüsü olaraq göstərir. Sanki dəridə bildirmək istəyir ki, orqanizm məndə daxildə problem var da, get məndən məşğul ol. Yəni doktor, dəri deyiriksə, insanların ilk ağlına gələn məsələ yoluxucu olmasıdır. Akne yoluxucudurmu? Bunu çox doğru vurğuladınız əslində. Bu sual çox yerində verilmiş sualdır. Bir çox dermatozlarda bu sual pasientləri narahat edir. Akne dediyim kimi genetik ötürülən bir xəstəlikdir. Amma aknenin artışına, aknenin ortaya çıxmasına belə deyim səbəb hər hansısa bir infeksion prosesi olmuşsa, məsələn Demodex, dərinin gənəsi. Gənəsi. Bəli, bu sırf dəridə yaşayan bir gənədir. Demodex olubsa, təbii ki, bu kontakt yolu ilə, dəri kontaktı yolu ilə, eyni zamanda ortaq əşyalardan istifadə. Bu təbii ki, bir dəfəlik istifadədə olmur. Daimi eyni yastıq üzündən istifadə etmək, çox tez-tez dəri kontaktında olmaqla bəli yoluxa bilən bir vəziyyətdir. Və yaxud da ki, staflokoka, Pyogenes aerogenusa bağlı ola bilər, ortaya çıxsın. O zaman nə olur? Yenə xəstələr kontakt yolu ilə bir-birlərinə ötürə bilirlər. Amma orada heç bir infeksion proses yoxdursa və staflokoka bağlı olsa belə, staflokokun miqdarı azdırsa, yoluxuculuğu demək olar ki, yoxdur. Sadəcə olaraq bəzən olur ki, bir ailədə 3 yeniyetmə uşaq var, ikisində akne var. Ana gəlib, ikisini də gətirib yanında. Deyir ki, yəqin ki, doktor, bunlar bir-birlərinə keçirdiblər. Amma orada biz heç bir Demodex aşkarlamırıqsa, baxırıq ki, xeyr, bu ya birinci nəsil qohumlarda, ya ikinci nəsil qohumlarda olub akne və genetik olaraq 2 övlada ötürülüb, bir övlada ötürülməyib. Yəni adətən genetik olur, amma yoluxuculuğu da olur. Buna görə də biz xüsusilə xanım pasientlərimizə deyirik ki, hər hansısa bir vizaja getdikdə, makiyaj etdirməyə getdikdə mütləq öz vasitələrinizdən istifadə edin. Çünki bu yoluxuculuğu artıran faktorlardan biridir. Elə doktor, ora gələcəkdim ki, son dövrlər mən xanımlarda o şəxsi gigiyenanın elə ciddi formada pozulduğunu görürəm ki, məsələn göz linzalarına qədər paylaşılması, məsələn tujların istifadə olunması, dodaq boyalarının istifadə olunması, mən qəti əleyhinəyəm. Heç vaxt məsələn hələ xatırlamıram ki, kiməsə deyim ki, dodaq boyanı mənə ver ya da tujunu mənə ver, heç vaxt götürmürəm və özüm də vermirəm heç vaxt o əşyalar. Çünki bu bizim şəxsi gigiyenamızdır, bu bizim orqanizmimizə individual bir şeydir. Çox doğru. Və təbii ki, ehtiyat etdiyim o sizin dediyiniz salonlar idi. Çünki biz hamımız vizaj üçün müraciət edirik və təbii ki, orada süngərlərdir, fırçaların istifadə olunmasıdır. Yəni süngərlər bir dəfəlik istifadə olunur da, bildiyim qədərilə fırçalar həmişə istifadə olunmur. Bir dəfəlik deyil çünki bunlar. Onların vasitəsilə yoluxmaq mümkündürmü? Bəli, onların vasitəsilə yoluxmaq mümkündür. Bu səbəbdən ümumiyyətlə çox müalicə müddətində ümumiyyətlə makiyajı önərmirəm pasientlərimə. Bunun da bir neçə səbəbi var əslində. Doğrudur, bəzən pasientlər deyir ki, ya da valideyni deyir ki, doktor, uşaq universitetə gedir, tələbədir. Etməsə ona çox psixoloji gərginlik verir. Biz həkim kimi bu zaman nə edirik? Təbii ki, kar-zərər nisbətinə baxırıq. Tərəzinin gözünə qoyuruq məsələni. Doğrudur. Əgər pasient xanım üzünə hansısa bir tonal krem və yaxud hansısa bir BB krem edərsə, o onu daha belə pozitiv edəcək, müalicəsinə də pozitiv yanaşacaq və ətrafdan da ona gələn neqativ fikirlərdən özünü qoruyacaqsa, bu zaman biz önəririk ki, okey, et. Əgər bunu etməmək sənə psixoloji çox neqativ təsir edirsə, makiyaj et. Amma evə gələn kimi mütləq onun dərindən təmizlənməsi ilə məşğul ol. Makiyaj üzündə ümumiyyətlə evdə gəzmə. Dərindən təmizlədikdən sonra həmən biz
bizim yazdığımız müalicəyə başla. Amma önərimiz odur, ilk önərimiz olur ki, makiyajdan ümumiyyətlə istifadə etməyin. Çünki makiyaj zamanı ağır tanayinlər olsun, pudra, bu zaman nə olur? Dəri nəfəssiz qalır, tənəffüssüz qalır. Orada oksigensiz bir mühit yaranır və oksigensiz mühitdə istənilən bakteriyanın, infeksiyanın inkişafı üçün anaerob bir mühitdir, çox yaxşı bir mühitdir və orada inkişaf eləyəcəkdir. Eyni zamanda bu pasientin cildi hələ yağlılığa meyillidirsə, yağlıdırsa, nə olur? Məsamələr tutulur və yağlılıq o dövrdə daha da artır və aknenin inkişafı üçün çox gözəl bir şərait yaranır. Bu, bəli, pasientlərə hər zaman deyirəm ki, biz əgər makiyajla müalicəni davam ediriksə, 5 addım önə gediriksə, 2 addım makiyaj bizi dala atır. Yenə də bunu nəzərə alaraq, yəni davam eləyin. Doğrudur, doğrudur. Təşəkkür edirəm doktor sizə. Çox sağ olun gəldiyiniz üçün. Dinləyicilərimizə bir daha xatırlatmaq istəyirəm. Bugün mənim həmsöhbətim Daxili İşlər Nazirliyi Hospitalının mütəxəssis həkim dermatoveneroloq Mehriban Almazova idi və sizinlə birlikdə mən idim Sona Bunina. Bizə ayrılan zaman yekunlaşır. Sabah yenə də eyni vaxtda sizin dalğanızda qonaq olacağıq. 105.5 FM-i dinləyirsiniz. Doktorla bir daha deyirəm, əlaqə saxlamaq üçün 055 294 34 31 nömrəsini yığa bilərsiniz. İstənilən dəri problemləri ilə bağlı müraciət eləyin. Mehriban xanım sizin sağalmağınız üçün əlindən gələni edəcək. Biz ayrılan zaman yekunlaşdı. Siz isə özünüzə, xüsusilə dərinizə, bizim güzgümüz olan dərinizə çox gözəl baxın. Əsas odur ki, hər zaman əhval-ruhiyyəniz yüksək olsun. Çünki əhval-ruhiyyənin yüksək olması sağlamlığımıza çox müsbət təsir göstərir. Allah'a emanet. Media Doktor, sağlığın varlığındır.